və Kəpəz Akstafa Gəncləri oyunu birinci hissə son hazırlıqlar gedir. Gözəl Kəpəz komandamız artıq Azərbaycan Kubokunda debüt eləyir. İkinci təsrifat mərhələsindən etibarən Kəpəz komandası başlayır və oyunun birinci hissəsi də başladı. Aha, əla bir pas. Blok. İndi deyəsən qayda pozulub. Akstafa Gəncləri cərimə zərbəsi vuracaq. Mikrofon arxasında da mənəm, Dəmirov Hüseyn ağa. Biz Kəpəz Akstafa Gəncləri oyununu sizlərə təqdim edirik. Əla bir pas. İndi Kəpəz pressing eləyəcək. Azər Bağırovun gəlişindən sonra komanda məğlubiyyətsiz seriyanı qıra bildi. Artıq komandanın bir qələbəsi var. Görək inşallah bu oyunda da və növbəti oyunlarda da qələbələr qazansın. Və artıq qapıdan zərbə ilə oyun davam edir. Akstafa Gəncləri sol tərəfimdədir, Kəpəz isə sağ tərəfimdədir. Əla bir pas. İnşallah Azər Bağırovun gəlişi komandaya düşərli olar. Yəni komandanın Azər Bağırov gələndən sonra komanda artıq qələbəsizlik seriyasını qırıb, yəni ki bir qələbəsi var artıq komandamızın. İnşallah Azərbaycan Kubokunda da müəyyən qədər irəliləyə bilər. Artıq oyunda ikinci dəqiqə yekunlaşır və küncdən zərbə vuracaq Kəpəz komandası. Və indi Azər Bağırovun yetirmələri, görək bu oyunda qələbə qazana biləcəkmi? Aha, və əla bir zərbə. Yaxşı oynayırlar Akstafa Gəncləri komandası. Onlar da birinci mərhələdə Şirvan komandasını uzaqlaşdırmışdılar. Və indi Kəpəzin pressingini izləyirik. Qapıdan zərbə. İndi 3-cü dəqiqə gedir. Hesab 0-0'dır. Əla bir pas. İndi Kəpəz komandası pressing eləməyə çalışır, amma heç nə alınmır. Və gol deyil. Az qala Kəpəz komandası hesab aça bilərdi. Azər Bağırovun yetirmələri. Premyer Liqada Kəpəz komandası Şamaxını məğlub edə bilmişdi. 4-1 hesabı ilə bir qələbə, bir məğlubiyyəti var Kəpəz komandasının Azər Bağırov gələndən sonra. Amma mən güman edirəm ki, növbəti oyunlarda bu oyundan da saymaqla, yəni oyunlarda qələbələr qazanacaq Kəpəz komandası. Aha, əla bir pas. Pressing. Qəbələ şəhər stadionuna bağlanmışıq.
4-cü dəqiqə gedir. Azərbaycan kubokunun ikinci təsrifat mərhələsinin oyunudur. Və top meydanı tərk edir. Deyəsən yerdə qalan oyuncular var. Və sarı vərəq verildi. Akstafa gənclərinin futbolçusuna. İnşallah Kəpəz komandası daima zirvələrdə olacaq. Allah qoysa. Təbii ki, yəni bu çətinliklər hər zaman olur, amma bu çətinliklərin öhdəsindən gəlmək lazımdır. İnşallah biz Kəpəzi yəni gələn mövsüm ən azından konferans liqasında görə bilək. Azər Bağırovla bərabər out Kəpəz komandasınındır. Kəpəz ev oyunlarına həm çempionat, həm də kubok, yəni Qəbələ şəhəri stadionunda keçirir ev oyunlarını. Yəni Gəncə şəhəri stadionu təmirə bağlanıb. Bir müddətdir ki, yenidən qurma işləri gedir. Gəncə şəhəri stadionunda. Əla bir pas. Altıncı dəqiqə gedir. Kəpəz Akstafa gəncləri oyununda. Azərbaycan kubokunun ikinci təsrifat mərhələsidir. Akstafa gəncləri haqqında da bunları deyə bilərəm ki, onlar Azərbaycan kubokunda Şirvanı uzaqlaşdırmışdılar. Birinci təsrifat mərhələsindən. Əla pas. Və 6-cı dəqiqə ikonlaşır. İndi Akstafa gəncləri pressing eləyəcəkdi, amma deyəsən qayda pozulub. Out. Yo, deyəsən topu Akstafa gənclərində qalmalıdır, çünki Kəpəz komandası qaydanı pozmuşdu. Və görək Azərbaycan kubokunda hansı komanda 8-də 1 final mərhələsinə keçəcəklər. Oyuna qədər sürətli gedir ki, mən də arada bir çaşmalı oluram və qapçı yerindədir. Aferin Akstafa gənclərinin golkiperine. 8-də 1 final mərhələsinə hansı komanda qələbə ilə başlayacaq və Kəpəzin bu hücumu heç nə ilə yadda qalmadı. Top qapının yanından keçir. Yəni Azər Bağırov haqqında bunları deyə bilərəm ki, Azər Bağırov çox gözəl baş məşqçidir. Yəni həm bir baş məşqçi kimi çox gözəl, yəni xasiyyəti var. Həm yəni futbolçularla yola gedə bilir, həm yəni komandanı çox gözəl idarə edə bilir. Onun bəlkə də komandaya gəlməsi, bəlkə də yenidən Kəpəz komandasının yəni irəliləməsinə səbəb ola bilər. Həm irəliləməsinə səbəb ola bilər, həm də ayağa qalxmasına səbəb ola bilər və görək ən azından mövsümün sonuna qədər Azər Bağırov Kəpəzi Premyer Liqada saxlaya biləcəkmi? Və Kəpəzin golkiperi yerindədir. İndi əla bir pas. 9-cu dəqiqə gedir və top meydandan çıxır və out. Deyəsən Akstafa gənclərinindir. Out deyil, deyəsən cərimə zərbəsi vuracaq. Yo, out Akstafa gənclərinin oldu və yenidən qayda pozulub. Mikrofon arxasında da mənəm, Dəmirov
Hüseyn Ağa. Qəbələ şəhər stadionundayıq. Gözəl Qəbələmiz, yəni gözəl Qəbələ şəhər stadionumuz, yəni Kəpəzin ev oyununa şahidlik edir. Hələlik qoy burcum qutarsın. Aha, bravo! Kəpəzin burcumu ələ alındı, amma deyəsən futbolçu orada zədələnib, amma yox, ayağa durdu. Gəncə şəhər stadionu hazır olana qədər Kəpəz ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək. Uğurlar arzu edirik. Həm Premyer Liqada ev oyunlarını keçirir, həm də Azərbaycan kubokunda Qəbələ şəhər stadionunda təşkil olunur. İkinci təsrifat mərhələsinin oyunları. Artıq 10-cu dəqiqə gedir. Artıq oyunun 2də 1 hissəsini geridə qoymuşuq. Kəpəz Akstafa gəncləri oyununda görək 8də 1 final mərhələsinə hansı komanda vəsiqəni təmin eləyəcək. Keçən mövsüm, yəni Kəpəz komandası Azərbaycan kubokunda yerdə qalan oyunçu var. Qonaq komandanın heyətində Kəpəz qaydanı pozub. Keçən, yəni mövsüm Azərbaycan kubokunda, yəni Kəpəz komandası Akstafa gənclər, Kəpəz komandası Ağdaşı, yəni məğlub eləyə bilmişdi. 6-0 hesablı qələbə qazanmışdı. Yəni keçən mövsüm Ağdaşı məğlub eləyərək 8də 1 final mərhələsinə vəsiqəni təmin eləmişdi. Birinci hissədə, yəni keçən mövsüm Kəpəz komandası Ağdaşı birinci hissədə 4 gol vura bilmişdi. İkinci hissədə də 2 gol vuraraq ümumi hesabı 6-0 eləyərək 8də 1 final mərhələsinə vəsiqəni təmin eləmişdi. Görək bu səfər yəni Kəpəz Akstafa gəncləri oyununda hansı nəticə qeydə alınacaq? Yəqin ki, yəni bəlkə də burada sürpriz bir nəticə bizi gözləyə bilər. Ona görə, çünki biz futbolda belə halları görmüşük. Əla bir pas və 12-ci dəqiqə gedir artıq. İndi Kəpəzin əks hücumu başlayır. Akstafa gəncləri nə edəcək? Və 13-cü dəqiqə artıq gedir. Daroqsu başlayır. Azər Bağırovun yetirmələri indi pressing eləyir. Yəni, aha, oyundan kənar vəziyyət. Offside qeydə alınır. Artıq oyunun 2də 1 hissəsini geridə qoyuruq. Qəbələ şəhər stadionunda Gəncə azarkeşləri də qızışıb komandalarını dəstəkləyir. Yəni Kəpəzin fan klubları artıq az qala hesab açıla bilərdi və qapıdan zərbə. Yəni düzdür, sayıları az olsa da, yəni Kəpəzin fan klubu yəni bu oyuna gəliblər. Oyun o qədər sürətli gedir ki, mənim də dilim topuq vurur. Ona görə izləyicilərimizdən üzr istəyirəm. Çünki oyunda temp dayanmır, bir dəqiqədə olsun və qapıçı yerindədir. Bravo! Artıq Kəpəz azarkeşləri fəallaşır. Əla bir pas.
Aha, indi Akstafa gəncləri topu uzaqlaşdırır, amma uzaqlaşdırmır. Kəpəzin bu hücumu davam edir yenə. Azər Bağırovun yetirmələri görə nə edəcək? Blok. On 15-ci dəqiqə gedir. Əla bir pas. Və top meydanı tərk edir. Deyəsən qapıdan zərbə. Kəpəz komandasının 2 fan klubu var. Biri yəni deyəsən aha bu üçün görün elə yekunlaşacaq. Azər Bağırovun yetirmələri bir anlıq olsun belə deyənlər. Qəbələ şəhər stadionunda əks hücum başlayır və 15-ci dəqiqə artıq yekunlaşır. Azərbaycan Kubokunun 2-ci təsrifat mərhələsidir. Əla pas. Və azarkeşlər fəallaşıb. Kəpəzin fan klubları artıq qələbə nəğmələri oxuyurlar və top meydanı tərk edir və qapıdan zərbə. Artıq oyunun 2-də 1 hissəsi geridə qalıb, amma hələ də oyunda hesab açılmayıb. Artıq Akstafa gənclərinin burada gücü bilinir. Yəni görək bizi maraqlı oyunda neçə qol gözləyir. Gol! Hesab açılır oyunun 17-ci dəqiqəsində. Bir 0. Ya 17-ci dəqiqədə hesab açıldı. Qolun müəllifi Şahman Adgözəlli Kəpəz komandasının heyətində fərqlənən futbolçu olur. Əla bir pas. 18-ci dəqiqə artıq başlayır. Ya 18-ci dəqiqə edir. Artıq oyunun 2-də 1 hissəsi geridə qalmaq üzrədir və oyundan kənar vəziyyət. Azarkeşlər bir anlıq olsun belə deyənmir Qəbələ şəhər stadionunda. Kəpəz komandasının da baş məşqçisi Azər Bağırov. Oyuna qədər sürətli gedir ki, mənim dediyim topuq vurur və oyundan kənar vəziyyət. Artıq oyunun asta-asta 2-də 1 hissəsini geridə qoyduq. Qəbələ şəhər stadionundayıq. Mikrofon arxasında da mənəm, Demirov Hüseyn ağa. Deyəsən erkən qola sevindik.
Və top meydanı tərk edir deyəsən, qapıdan zərbə ya da bəli, qapıdan zərbədir. Fasiləyə qədər Akstafa gəncləri neyniyəcək? Akstafa gəncləri də bu mövsümdən etibarən Azərbaycan kubokunda həm Azərbaycan kubokunda debüt eləyirlər, həm də Azərbaycan 2-ci liqasında debüt eləmək şansları var. Azərbaycan 2-ci liqasında da bu mövsümdən etibarən oynayırlar. Onlar Azərbaycan kubokunun birinci mərhələsində Şirvan komandasını yəni birinci mərhələdən uzaqlaşdırdılar və ikinci mərhələdən qoy bocum qutarsın. İkinci mərhələdən yəni ki Kəpəz komandasının rəqibi oldular. Əla bir pas. Və qapıdan zərbə. Birinci dəqiqə gedir Kəpəz Akstafa gəncləri oyununda. Artıq deyəsən Kəpəzin 2 qələbə, bir məğlubiyyət ola bilər. Əgər bu oyunda qələbə qazansalar, yəni Azər Bağırovun gəlişindən sonra yüksələn Kəpəz komandası görək Azərbaycan çempionatında neyniyəcək və out Kəpəz komandasınındır. Out. İkinci dəqiqə başlayır. Əla bir pas. Və top meydanı tərk edir və qapıdan zərbə. Bəlkə də yəni Kəpəz komandasının yəni bəlkə də uğurları Azər Bağırovdan ola bilər. Nə mənada ola bilər? Çünki Azər Bağırov 2 il ərzində bu komandada çalışıb və yenidən bu komandanın sükanı arxasına keçib. Görək, yəni mövsümün sonuna qədər Kəpəz komandasını qopçu, bravo! Görək ən azından yəni Kəpəz komandasını mövsümün sonuna qədər Azər Bağırov yenidən qaldırıb zirvələrə doğru daşıya biləcəkmi? Küncdən zərbə vurur. Yəni Kəpəz komandası artıq küncdən zərbələrdə 2-1 üstündür. Kəpəz 23-cü dəqiqə gedir. Artıq oyunun 2-də 1 hissəsini geridə qoyduq. Görək. Qapıdan zərbə. Əla bir pas. Aha. Görək nə baş verəcək burada. İndi Kəpəzin əks hücumu yenidən başlamalı olur. %24-cü dəqiqə gedir. 2-də 1 hissə geridə qalmaq üzrədir. Və deyəsən out deyil, deyəsən küncdən zərbə olacaq. Bəli.
Və indi Kəpəzin əks hücumu davam edir. Və top meydandan çıxmayıb. Deyəsən penalti olacaq. Akstafa gəncləri deyəsən qaydanı pozub. Bəli, penalti təyin olunur. Oyunun 25-ci dəqiqəsində. İkinci hissədə Kəpəzdən dalbadal qollar izləyirik. Ya Allah. Getdik. Kəpəz komandası görək nə edəcək. Hakimin fiti gəlir. Gol! Gol değil. Top direğe değir. Hayır, gol değil. Oy, golü kaçırttı. Top direğe değir ve Kəpəz komandası bir şansını itirir. Sabah Azərbaycan Kubokunun ikinci mərhələsinə yekun vurulacaq. Və blok gəlir. Və əla bir pas. Aha, görək nə baş verəcək. Kəpəz yenə də dirilməyə doğru gedir və top qapının yanından keçir. Yenə deyəsən Azərbağırovun gəlişindən sonra biz Kəpəzi yenidən zirvələrdə görəcəyik inşallah. Artıq komandanın bir qələbəsi var daha doğrusu. Yəni o da Şamaxının üzərində. Amma qələbə qazansa ikinci qələbəsini qazanacaq. Kəpəz komandası Azərbağırovun rəhbərliyi altında. Əla bir pas. 27-ci dəqiqə gedir. Və oyun o qədər sürətli gedir ki, arada bir mən də dilim topuq vurur. Azərbaycan Kubokunun ikinci təsrifat mərhələsidir. Və aha, indi Kəpəz görək nə edəcək. Azarkeşlər fəallaşır. Kəpəzin fan klubları, Kəpəzin fanatları öz komandalarını qələbəyə səsləyirlər və top qapının yanından keçir. Qapıdan zərbə, mikrofon arxasında da mənəm, Dəmirov, Hüseyin ağa. Əla bir pas. Artıq 28-ci dəqiqə yekunlaşır. Kəpəzin növbəti hücumunu izləyirik. Və qapçı yerindədir. Bravo! Akstafa gəncləri komandasına. – 29-cu dəqiqə gedir və qapçı yerindədir. Hələ ki, yəni birinci hissədə Akstafa gəncləri yaxşı təsir bağışlayır. Yəni o qədər də çox qol buraxmayıb, amma mən bir məlumatı diqqətinizə çatdıracağım. Qol qutarsın.
Və heç nə alınmır. Az qala ikinci gol da gəlirdi, amma heç nə alınmadı yenə. Kəpəsin əks hücumu davam edir. Və indi Akstafa gəncləri təzyiq göstərir. Əla bir pas. Aha, indi Kəpəzin əks hücumu gəlir. Azər Bağırovun getirmələrinin, amma Akstafa gəncləri də bir anlıq olsun belə deyəmmırlar. Və qayda pozulur. Azərbaycan Kubokunun ikinci mərhələsinə bugün start verilib. Və yerdə qalan Kəpəzin oyuncusu var. Yəni mən yaxşı qoy bu üçün qutarsın, o məlumatı diqqətinizə çatdıracağım. Yəni Kəpəz komandası keçən mövsüm Ağdaşla oynayanda, yəni birinci hissədə deyəsən qol olmadı, amma deyəsən qoy bu üçün qutarsın sonra. Və qapçı yerindədir. Bravo. Həqiqətən Akstafa gənclərinin qolkiperi yaxşı təsir bağışlayır. Qapıdan zərbə. Yəni ki, keçən mövsüm mənim yadımdadır ki, oyunun şərhçisi mən idim. O, yəni deyəsən Ağdaş Kəpəz oyununda yəni birinci hissədə qol olmamışdı. Mən səhv eləmirəmsə. Amma bu oyunda Kəpəz Akstafa gəncləri oyununda hesab tez açıldı və Kəpəz komandasının üçüncü kürkdən zərbəsidir. Yəni Kəpəzin azadkeş qruplarını görürsünüz. Artıq 32-ci dəqiqə başlayıb. Sabah ola bilsin ya Xankəndi Difayda Ağsu ya da Şimal Şaxdaq Qusar oyunundayıq, ya da yəni Sumqayıt Zakatala görüşünü sizə təqdim eləməyə çalışacağıq. Və deyəsən yenidən 4-cü küncdən zərbə olmalıdır. Artıq küncdən zərbələrdə Kəpəzin üstünlüyü var. 4 dəfə küncdən zərbə vurub. Əla bir pas. Az qola. Hesab bərabərləşə bilərdi, amma heç nə alınmadı. Bəxti gətirdi Gəncə təmsilçisinin. Kəpəz görək 8-də 1 final mərhələsində deyəsən İmişli ilə üz-üzə gələcək. Deyəsən eyni senariyo təkrarlana bilər və qapçı deyəsən yerindələr. Və indi Akstafa gəncləri pressing eləyəcək. İkinci liqa təmsilçisi və Akstafa gəncləri də Azərbaycan 2-ci liqasında bu mövsümdən etibarən debüt edirlər. Azərbaycan futbol ailəsində
Ama bir pas. Bizim de YouTube kanalımıza abone olun ki bu cür maraqlı oyunların yegane ünvanı futbol saatı ve futbol nəbzidir. Ve ama bir pas. Blok geldi. Gol! 2-0. Kəpəz üstünlüğünü 36. dəqiqədə hesabı artırır. 35-36. dəqiqədə. Golun müəllifi Rauf Hüseynli. Kəpəz üstünlüğünü 2 topa çatdırır. Azərbaycanın yetirmələri Gəncə təmsilçisi 8-də 1 final mərhələsinə yaxınlaşır get-gedə. Artıq ikinci qələbəyə doğru addımlayacaq Kəpəz. Çempionatda bir qələbəsi var. Əla bir pas. Artıq oyunun 3'də 1 hissəsinə gəlib çatırıq. Oyuna qədər sürətli gedir ki, mənim də dilim arada bir çaşmalı olur. Ona görə bütün tamaşaçılarımızdan, izləyicilərimizdən üzr istəyirəm. Və blok. 36. dəqiqə gedir. Kəpəzin növbəti hücumu gəlir və deyəsən out Kəpəz komandasındandır. Yenidən out olmalı deyil. Yox, deyəsən yenidən out olmalıdır bu səfər. Akstafa gəncləri üçün. Və heç nə alınmır, o boyda hesabı artıra bilmədilər, amma heç nə olmaz. Ümidlərimiz hələ ki ölməyib, davam edir Kəpəzin ümidləri. Yəni heybislənmək olmaz. Yenidən hücum lazımdır. Artıq oyunun 3'də 1 hissəsini geridə qoyuruq. Mikrofon arkasında da mənəm, Demirov Hüseyn Ağa. Və out. Deyəsən Akstafa gənclərinindir. Əla bir pas. Və şimdi görək nə baş verəcək. Aha. Əla, indi Kəpəz komandası neyniyir? Hücum davam edir hələ ki. Azərbaycanın yetirmələri bir anlıq olsun belə dayanmırlar. Və qapıcı yerindədir. Akstafa gənclərinin golkiperi və deyəsən 4-cü, yox 5-ci küncdən zərbə olacaq. Artıq 5 dəfə Kəpəz komandası küncdən zərbələr sayında üstündür. Azərkeşlərimiz yenidən fəallaşır. Kəpəzin fan klubları
ve top meydanı terk edir deyəsən. Növbəti dəfə 6-cı Kürkdən zərbədir. 6-cı korner olacaq. Artıq oyunun birinci hissəsinə yekun vuracağıq birazdan. Artıq oyunun 4də 1 hissəsinə daxil olduq. Əla bir pas. Və top meydanı tərk edir. Azarkeşlər yenidən fəallaşır. Əla bir pas. Aha. Görə indi nələr baş verəcək, amma top Gəncə təmsilçisində qalır. Birinci dəqiqə gedir. Üçüncü gol deyəsən gəlir artıq. Yox, mən səhv qoy bu üçün qutarsın bir dənə. Gol! 3-0. Kəpəz üstünlüyünü artırır Azərbağırovun yetirmələri deyəsən keçən mövsüm. Qalın müəllifi Sakit Şəfiyev və Azərbağırovun yetirmələri 3-cü qolu vurdu. Mən bir elanda nəzərinizə çatdırım ki, indi yadıma düşdü. Yəni Ağdaş Kəpəz oyununda birinci hissədə bir gol vurulmuşdu, mən səhv eləmirəmsə. Yəni ikinci, üçüncü, dördüncü, beşinci, altıncı gollar ikinci hissədə vurulmuşdu. Yəni təxminən belə yadımdadır. O vaxt Ağdaş Kəpəz oyununda, yəni oyunun şərhində mən idim. Mən səhv eləmirəmsə, yəni birinci hissədə bir gol olmuşdu, amma ikinci hissədə 4 gol oldu. Kəpəzin oyununda keçən mövsüm. Əla bir pas indi. 4-cü gol deyəsən gəlir. Deyəsən qayda pozulub. Yerdə qalan oyuncu var və Küncdən zərbə. Deyəsən zədələnib Kəpəzin futbolçusu. 3-cü golun müəllifi Sakit Şəfiyev. Görək bu 3-cü gol, görək 4-cü gol nə vaxt gələcək. Artıq Kəpəzin bu 7-ci küncdən zərbəsidir. 7 dəfə küncdən zərbə vura bilib. Və top meydanı tərk edir və qapıdan zərbə. Kəpəz komandasının da baş məşqçisi Azərbağırov. Və gol! 4-0 darmadağın qələbə. Birinci hissədə artıq 4 gol var. Golun müəllim
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Dördüncü qolun müəllifi isə Elcan Nəbiyev. Və 5-ci qol deyəsən gəlir və qapçı yerindədir. Və ikinci hissədə görüşərik hələlik.